Maqazin Plus plastik, rekonstruktiv, estetik həkim cərrah Talih Qasımovun baş sponsorluğu, Evori İnşaat Materiallar Dükanının xüsusi sponsorluğu, Saf Travel və Tural Avtoservis 023 sponsorluğu ilə reklamlardan sonra davam edir. Verilişin baş sponsoru plastik, rekonstruktiv, estetik uzman həkim Talih Qasımov. Verilişin xüsusi sponsoru Evori İnşaat Tikinti Mağazalar şəbəkəsi, verilişin sponsorları Tural Avtoservis 023 və Saf Travel. Gilan İnşaat Materialları qrupuna aid olan Evoriya Ağcabədidə 3-cü filialını açdı. Müasir santexnika həllərinə qədər hər məhsul zövq və keyfiyyətlə seçilib. Evoriya sənə fərqli atmosfer təqdim edir. Müasir interyer trendlərinə uyğun kolleksiyalar evinə həm estetik görünüş, həm də komfort qatır. Peşəkar xidmət və etibarlı yanaşma ilə evini istədiyin üslubda dizayn edə bilərsən. Evoriya, fərqliliyin başladığı ünvan. Köhnə şəhər yuxu kimi qalır, yeni macəra bizi çağırır, vizə, bilet, hər şey hazır, dünya bizə qucaq açır, gələcəyə bir addım Saf Travel, xəyallara qanat Saf Travel. Qonağım Saf Travel'ın daxili turlar üzrə meneceri Əvəz Səlimovdur. Əvəz bəy, xoş gördük sizi. Xoş gördük. Əvəz bəy, bildiyim kimi artıq Saf Travel'ın Sumqayıt filialı tezliklə açılacaq. İlk əvvəl demək istəyirəm ki, xeyirli uğurlu olsun. Bizdə bal ayı turları, yeni evlənən cütlüklərimiz üçün mövcuddur. Və bunu bizim Saf Travel rəsmi səhifəsindən, Instagram və TikTok adreslərimizdən də baxa bilərsiniz. Müştərilərimizin rahatçılığını və müştərilərimizin Saf Travel'a qarşı olan sevincini, onların keçdiyi bu bir neçə günü və yaxud da bir ayımı deyək də belə, o bizim cütlüklərimizdən asılı, seçimlərindən asılıdır. İstər Azərbaycanda, istər də xaricdə biz balay turları təşkil edə bilirik. Saf Travel bildiyiniz kimi daxili turlar deyil, xarici turlar da aktivdir bizdə. Bəli. Bizdə aviabiletlərində satışıdır. Ümumiyyətlə isə viza dəstəyidir, otel bronlaşdırmasıdır, rezervasiyasıdır, hər bir şey Saf Travel'da var. Balay turlarımız da necə olur? Balay turlarımız, cütlüklərimiz bizə yaxınlaşır. İstədikləri rayonda və yaxud da istədikləri ölkədə əgər Ən çox hansı məsələn rayona, bölgəyə üstün var? Ən çox Cənub zonasında, Astara, Lənkəran, Astara, Lerik zonasında, Astaranın Sım kəndi var, çox gözəl bir şəlaləsi də var, Sım şəlaləsi. Hətta bilirəm ki, fotoqraf, videolar falan hamısı elə storylər siz. Öz Saf Travel'ın öz şəxsi çəkiliş qrupası da var. Fotoqrafımız, videoqrafımız və yeni evlənən cütlüklərimizin kliplərinin yığılması, fotolarının montajlanması, hər bir şeyi bəli bizdə mövcuddur. Sağ olsun bizim rəhbərliyimiz Samirə xanım Mirzəyeva hər bir şeyi öz səyi nəticəsində təşkil eləmişdir. Biz də onun bu səyindən faydalanırıq. Samirə xanımın ideyaları çoxdur. Həqiqətən də öz kreativ ideyaları var, fərqli. Maşallah, rəhbər də oradan bir idarə edici belə olmalı. Biz belə deyik, biz Saf Travel şirkəti demirik heç bir zaman. Samirə xanım bizi elə örgəşdirib ki və Samirə xanım bizi elə yetişdirib ki də, belə deyim, mənim özümü də Samirə xanım yetişdirib bu turizm sayəsində. Biz hər bir zaman Saf Travel ailəsi deyirik. Bəli. Ümumiyyətlə, uşaq əyləncəsinə gəldikdə, məsələn, balaca uşaqların əyləncəsi, ad günümü deyim və yaxud da özəl günlərimi deyim, onların təşkilatçılığı və yaxud da elə turlar varmı? O zaman mütləq valideyn gəlməlidir. Valideyn mütləq deyir ki, gəlməlidir, bəli. Və yaxud da məktəbli turudsa, müəllimə və yaxud da rəhbərlikdən orada olmalıdır kimsə. Bildiyiniz kimi, turizm şirkətlərinin çoxsuna icazə verilmir əslində məktəbli turların aparılmasına. Çünki məsuliyyəti çox böyükdür, uşaqların məsuliyyəti çox böyükdür. Bizdə belə deyək, 50 nəfər nəqliyyat vasitəsində biz tələbi aparırıqsa, mütləqdir ki, bizdə 3 və yaxud da 4 nəfər tur bələdçisi orada iştirak eləməlidir. Əvəz bəy, 12 illik təcrübə şirkətə nə qazandırıb? Saf Travel'ı tək Azərbaycanda yox, bir çox ölkələrdə tanıyırlar. 12 illik təcrübə minlərlə insanın gedib Azərbaycanı və yaxud da xarici ölkələri görməyinə səbəb olub. Bəli. 12 illik təcrübə ona səbəb olub ki, biz Azərbaycanda çox sevilmişik.
Çünki biz dediyimizə hər bir zaman əmin olmuşuq və dediyimizi yerinə yetirmişik. Və biz hər bir yerdə Saf Travel ailəsi olaraq bizim turistlərimizlə, qonaqlarımızla bir yerdə olmuşuq. Nabran Atlant turlarına start veririk. Nə gözəl. Bəli, hər il olduğu kimi İyun ayının 13-ündə. İyun ayının 13-ündə Nabran Atlant turlarına start veririk. Elə bu da bir yenilikdir. Bəli. İlk dəfə əvəz bəyaz. Hər zaman olduğu kimi ilk Saf Travel gedir, sezonu açıq elan edirik. Nabran turlarımızın qiyməti 35 manatdan başlayır. Buna daxildir gediş-gəlişimiz, tur bələdçisi və günorta yeməyi açıq masadır. İstədiyiniz qədər yeyə bilərsiniz, istədiyiniz qədər istirahət edə bilərsiniz. Bundan əlavə hovuzdakı atraksiyonlar da hər bir şey də daxildir. 35 manatın içində istər xizəyi, o xizəy deyirik də bir sürüş, yəni suya düşmək üçün. 2-3 cür orada hovuz var, uşaq hovuzu, böyük hovuzu, fərqli-fərqli hovuzlar var. Onların istifadəsi də hamısı 35 manatın içində daxildir. Yəni ailəcə yığışa bilərsiniz, gedə bilərsiniz. Bəli. Çox gözəl bir gün keçirdə bilərsiniz. Və Əlbəttə bundan... ki, yenə də deyirəm, etibar, güvən, rahat, komfort və gözəl əyləncə. Bundan əlavə 35 manatdan əlavə bizim qalıcı turlarımız da var. Nabran Atlantda. Bunun da qiyməti başlayır 99 manatdan. O 99 manatdan yuxarı gedir. Nəyə görə? Çünki orada qidalanma fərqi var. Gündə 3 dəfə qidalanma var və yaxud da bir dəfə qidalanma var. Turistimiz olur ki, deyir mən özüm alıb gətirəm hər bir şeyimi, qidamı özümdən, özüm istifadə edəcəm. O fərqlər var. Və qalıcı turlarımızda da axşam diskotekası olur. Müəyyən bir miqdardır onun girişi və qalıcı turlarda biz onu ödənişsiz olaraq turistlərimiz üçün istifadəyə veririk. Bəli, axşam müğənnilərimizin, tanınmış müğənnilərin konsertləri olur axşam. Onun da istifadəsi qalıcı turda qiymətə daxildir bizdə. Əvəz bəy, ümumiyyətlə Azərbaycanın tanınmış şou biznes nümayəndələri var da ölkəmizin. Onlardan sizə müraciət edən və ya ailəsi üçün və yaxud da yaxını üçün olubmu? Bəli, çox olub. Mən bilirəm, olub, istəyirəm siz danışasınız. Çox olub, adlarını çəkmirik. Bizim internet səhifəmizə girib özləri də baxa bilərlər. Bizim öz nəqliyyat vasitəmizdə gəliblər, özdə qonaqlarına şənlənərək, oxuyaraq, əylənərək Saf Travel-da qonaq olublar. Çox təşəkkür edirəm Əvəz bəy. Çox sağ olun. Yaxşı ki, Maqazin Plusu seçmişsiniz, yaxşı ki, bizimləsiz. Onu da qeyd edeyim ki, Maqazin Plusun indi hazırda qonağı Saf Travel-ın daxili turlar üzrə meneceri Əvəz Səlimov idi. Biz isə sizinlə gələn həftə görüşəcəyik. Sağ olun, salamat qalın. Füsunkar təbiəti ilə göz oxşayan, ruhunuzu dincəldən, ləzzətli təamlarıyla dillər əzbəri olan aləvi məkan. Bəli, düz eşitdiniz. Aləvi məkan hardadır? Novxanda. Dağlılar balıq restoranı. Bura bir möcüzədir. Şəhərin səs-küyündən uzaqlaşaraq sakit və rahat istirahət etmək istəyənlərin ünvanlarından biri də Novxanda yerləşən Dağlılar balıq restoranıdır. Ailəvi istirahət üçün nəzərdə tutulan məkanda qonaqlara müxtəlif növ balıq yeməkləri təqdim olunur. Restoran zəngin menyusu və geniş çeşidləri ilə diqqət çəkir. Ən çox üstünlük bizdə yerli məhsullardır, yerli balıqdır və biz təbii balıqlara üstünlük veririk. Ona görə də həm dad baxımından, həm belə məkanın sakitliyi, huzur baxımından bilirsiniz, müştərilər biz əvvəl analiz elədik, belə deyək, dedik ki, yəni gördük nə istəyirlər. Gördük çoxluq ailə şəklində gələn sakitlik, huzur axtarır. Burada hər kəs öz zövqünə uyğun təam tapa bilər. Deyirlər, R hərfi olmalıdır hansısa ayda. Ümumiyyətlə, biz Loğruca saysa o bizim bütün aylarda maydır, iyundur, iyuldur, avqustdur, hamısına R əlavə eləmək olar. Amma qaldı balığın o mövsümü, balığın mövsümü olmur. Hər mövsümün öz balığı olur. Xüsusilə balıq sevənlərin üstünlük verdiyi restoranda hazırlanan təzə və ləzzətli yeməklər qonaqların ən çox sifariş etdiyi təamlar sırasındadır. Müxtəlif üsullarla bişirilən balıq növləri həm dadı, həm də təqdimatı ilə seçilir. Dəniz məhsullarından, krevetkasından tutmuş, xərçəngindən tutmuş, hamısı balığına qədər var. Yəni, elə balıqlar var ki, bizim öz Xəzərimizdə var, Allah həmd olsun. Onlar da dadlı balıqlardır, dünyada öz sözünü deyən balıqlardır.
Və olmayan balıqlar da məsələn daradadır, levrəkdir, hamsidir. Bizim Xəzər dənizində olmadığına görə biz Türkiyədən onları da gətizdirik. Təbiət qoynunda yerləşən məkan rahat atmosferi, sakit mühiti və ailəvi istirahət imkanları ilə fərqlənir. Məhz buna görə də qonaqlar burada həm dadlı yeməklərin, həm də xoş istirahətin zövqünü birlikdə yaşayırlar. Bizdə Instagram, TikTok səhifəmiz var və orada qeyd olunub həm ünvan, həm də nömrələr qeyd olunub. Bir gün öncədən rezerv olunsa daha yaxşı olar. Avtomobillər üzrə ekspert Tural Avtoservis 023-ün rəhbəri Tural Usta bu dəfə açıqlamaları ilə gündəmi alt-üst edəcək. Maşın eksperti geldi, sponsorun kralı. Onun yanında düzeler her derdin maralı. Diagnostika elleyer, bakışından tanıyar. Hansı detal köhnelip, harda problem var. Ses-küy eşidende işi yarım koymaz. Bir zenginle gelen dert onun yanında kalmaz. Hər vaxtınız xeyirli olsun, xoş gördük, necəsiz? Hər vaxtınız xeyirli olsun, çox sağ olasınız. İnanın ki, Mağazin Plusa gələn zənglər, Instagramımıza gələn mesajlar bizi vadar edir ki, biz bir daha sizi çağıraq, o dəyərli məsləhətlərinizi yenə də bizim izləyicilərimizlə paylaşasınız. Onu da qeyd edeyim ki, Tural Usta, Tural Avtoservis 023-ün rəhbəridir, həm də Azərbaycanda nə qədər avtomobil görürsünüz, həm kənd təsərrüfatı, həm adi avtomobillər, həm də sürdüyünüz, idarə etdiyiniz avtomobillər, hər biri üzrə ekspertdir. Alqışlayırıq sizi. Minnətdaram bu Necəsiz? təqdimat üçün. Çox sağ olun, siz necəsiz? Çox sağ olun, biz də yaxşı. İlk sualım, insan idarə etdiyi avtomobil onun statusunu, yaxud da onun zövqünü formalaşdırırmı? Yəni, avtomobili görən kimi insan haqqında nə düşünürsünüz? Əlbəttə ki, bir mütəxəssis kimi. Buyurun. Avtomobilə əsasən olaraq tam 100% də olmasa, hardasa bir neçə faiz olaraq 50%, 50-50-yə o insanın hardasa statusunu, xarakterini bilmək olur. İnsan var ki, misal üçün, bəzən vaxtı xanımlarda olur ki, maşınları çox çirklidir. Maşını açırsınız, içindən qoxu gəlir. Mənə aiddir. Yox, qoxu yox, amma çirklidir. 100% olmasa 50-50-yə də demək olar ki, insanlara baxanda xarakterindən, maşınlara baxanda xarakterindən bəlli olur ki, geyimi ilə, danışığı ilə sürdüyü avtomobil hardasa oxşarlığı var. Və bugünkü gündə zamanı elə gətirib ki, maşallah olsun. Maşına baxırsınız, insana deyirsə ki, bu maşınla uyğun olaraq belə də qiymət vermək olur. Qiymət vermək tam olmasa da olur. Niyə xanımlarımız daha böyük, daha geniş, necə deyim sizə, belə kobud maşınlar sevirlər? Amma bəylər yox, bəylər daha incə maşınlar. Həqiqətən zövq dəyişibmi, yoxsa necə? Xanımların xarakterindən asılıdır o. O sizə belə deyim, sizin daxilinizdə olacaq bir ego desəm, bir ego var daxilinizdə. O egonu göstərmək istəyirlər, onlar böyük bir, daha böyük həcmli maşın sürmək istəyirlər. O 3-5 mühərriklə ki, qaz verəndə 5-5 gələn xorultu səsi var, bax ona görə. Ona görə ki, özləri maşını, ancaq maşını yəni xanımlarımız idarə edirlər, o xarab olanda düzəltdirmirlər axı ona görə. Bəli, ancaq onları idarə etmək üçün, görkəm üçün. Azərbaycanda insanların ən qəribə, ən belə qeyri-adi avtomobil vərdişləri. Yəni ki, bu başqa ölkədə yoxdur, bu ancaq bizdədir. Çox maraqlı mövzudur. Demək olar ki, hər birimiz gün ərzində olaraq bunun yüzlərlə qarşılaşıram mən səhərdən axşama kimi. Pavorotniki vurmamaq, dönmə işıqlarından istifadə etməmək, çox yaxın bir məsafələrdə avtomobil idarə eləmək, ara məsafəsi saxlamamaq, bir də siqnaldan, səs siqnallarından çox istifadə eləmək. Bu bizim millətdə demək olar ki, vərdişdir. Digər ölkələrdə bu tamamilə demək olar ki, yoxdur. Xanımlar və bəyləri, yəni ayırd eləsək, xanımlar avtomobil alanda daha çox nəyə üstünlük verirlər və yaxud da bəy avtomobil alanda nəyə üstünlük verir? Yəni fərqli olaraq. Xanımlar həmişəki kimi olaraq avtomobil alanda gözəlliyə, maşının kosmetikasına baxırlar, nə gözəl, yaraşıqlı maşındır, mən bunu alacam. Daha çox bəzəkli olan maşınlara belə deyim. Bəylər isə daha çox maşının texniki olacaq problemlərinin necə vəziyyətdə olmağına fikir verirlər və aldanan
belə bir hissədir. İşbaza rast gələndə hər ikisi də aldanmış olur. Benzin, dizel və hibrid mühərrikli avtomobillər. Bunların fərqi nədir? Yəni mühərriklərində də onu bildik də, daha çox hansına üstünlük verərsiniz, daha çox hansını almağa insanları çağırış eləyərsiniz. Ümumiyyətlə hibrid avtomobillər haqqında da istəyərəm qısaca o mühərrikləri. Get-gedə dünya, zamanə, texnologiya dəyişir. Günü-gündən inkişaf edirik, maşallah olsun. Bütün dünyada bu cürdür. Mən məsləhət tövsiyə görərdim. Artıq son bu gələcəklər hər bir kəs keçəcəyi avtomobil hibrid avtomobillər olacaqdır. Texnologiya baxımından, ekologiya baxımından və zamana dəyişir də hamı yeniliyə üstünlük verir. Benzin və dizel avtomobillər tarix olacaq. Daha çox hansı ölkəyə güvənilir avtomobil istehsal edir deyə bilirsiniz? Çin, Yaponiya. Çin, Yaponiya. Bəli də. Yaponiya. Eşidirsiniz də tamaşaçılar, Çin və Yaponiya. Bizim tamaşaçılarımıza elə hibrid avtomobillərlə bağlı, ümumiyyətlə dizel, benzin və hibrid mühərrikli avtomobillərlə bağlı. Demək olar ki, dizeli unudun getsin. Usta deyir, dizeli unudun getsin, dizel qarışdı tarixə. Son nə qədər də Allah ömür verib benzin avtomobillərini idarə edək. Amma yeni nəsil istər-istəməz olsa da dözümlülük baxımından, uzun ömürlü baxımından Almaniya və başqa Avropa ölkələrinin avtomobilləri olsa da, amma gələcək nəslimizdə və həqiqətində sübut olunacaq ki, komfort baxımından, ekonomiya baxımından, ekologiya baxımından bu yeni nəsil olacaq Çin istehsal olan elektrik təsis olunmuş avtomobillər. Yəni bunu mən demədim, bunu illərin təcrübəsi, peşəkarlıq və daimi gördüyü işlərlə üzdə olan, sevilən, tanınan avtomobillər üzrə ekspertimiz Tural Usta dedi. Tural Usta, sağollaşıram. Təşəkkür edirəm sizə dəvətiniz üçün. İnşallah gələn dəfə bir başqa bir gözəl, maraqlı mövzu ilə qarşımızda olacaqsınız, Mağazin Plus'da olacaqsınız. Sağ olun, salamat qalın, görüşərik. Geyinmə görə Dəniz Molda yerləşən Pierre Cardin dükanına, eləcə də stilistim Zülfiyə xanıma dərin təşəkkürlər. Dəbli, zövqlü görünmək istəyirsinizsə, sizin də seçiminiz Pierre Cardin dükanı olmalıdır. Hollywood, bəli, Hollywood, ulduzların seçimi, elə hər birimizin seçimi, eləcə də ARB televiziyasında yayımlanan Mağazin Plus'dan bu həftədə çatdıracaqlarımız bu qədər. Mağazin Plus, plastik rekonstruktiv, estetik həkim cərrah Talih Qasımovun baş sponsorluğu, Evore İnşaat Materialları dükanının xüsusi sponsorluğu, Tural Avtoservis 023-ün və Saf Travel'ın sponsorluğu ilə sona çatdı. Bu həftəlik sona çatdı. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Verilişin baş sponsoru plastik rekonstruktiv estetik uzman həkim Talih Qasımov. Verilişin xüsusi sponsoru Evore İnşaat Tikinti Mağazalar şəbəkəsi, verilişin sponsorları Tural Avtoservis 023 və Saf Travel.